Salam əziz abituriyentlər, bu videoda fizika ümumi sınaqlar toplusundan sınaq 17-nin izahına baxırıq. Sual 1-dən başlayaq. Sükunət vəziyyətində 4 metr saniyə kvadrat təcil hərəkətə başlayan cisim 5-ci saniyədə getdiyi yolun 2-ci saniyədə getdiyi yola nisbətini hesablayın. Deməli, sükunət vəziyyətində hərəkətə başlayan cisim n-ci saniyədə getdiyi yol Sn bərabərdir. A bölü 2, 2n minus 1 qanunu ilə dəyişir. Burada 5-ci saniyədə getdiyi yol 4 bölü S5 bərabərdir. 4 bölü 2, 2 bölü 5 minus 1. O da bərabərdir. 2 vuraq 9, 18. S2 bərabərdir. Deməli, 4 bölü 2, 4 minus 1. O da bərabərdir. 2 vuraq 6. S5 bölü S2, 18 bölü 6, 3. Cavab A variantı olar. Sual 2. Sabit dartı qüvvəsinin təsiri ilə hamar üfüqi səth üzərində hərəkət edən tirin üzərinə kütləsi 5 kq yük qoyduqda onun təcili necə dəyişir? Deməli, sürtünmə nəzərə alınmır. Sürtünmə nəzərə alınmırsa, qüvvə sabitdirsə, A1-in A2-yə, M2-nin M1-ə tərs mütənasib olar. Onda kütlə 2 dəfə artarsa, 5 kq üzərinə bir ədəd 5 kq qoyuruqsa, 10 kq olur. Kütlə 2 dəfə artır, təcil 2 dəfə azalır. 3. Üfüqi müstəvi üzərində sükunətdə olan eyni kütləli tezliklərə təsir edən dayağı reaksiya qüvvəsinin hansı bənd doğrudur? Kütlələri eyni. Birinci hissədə N1 bərabərdir. Mg minus F, çünki F yuxarıdır, Mg aşağı. N2 bərabərdir. Mg plus F eyni istiqamətdədir, Mg ilə ağırlıqla. Üçüncü N3 bərabərdir Mg. Ən böyük ikincidir, ən kiçik birincidir. Bizə də deməli N1 böyükdür N2-dən səhvdir. N2 böyükdür N1-dən düzdür. N3 böyükdür N1-dən bəli, çünki N1 ən kiçikdir. Və N2 hamısından ən böyükdür. 5-də doğru səhvdir. D variantı var. Yəni N2 böyükdür N3-dən, böyükdür N1-dən. Ən kiçik N1 idi. 4. İsladan mayenin səthi hansı formada olar? İsladan maye səthlə yuxarı qalxmağa çalışır, ona görə C variantı olar. Kənarları yuxarıya doğru isladır. 5. Reostatın sürgüsünün sağa hərəkət etdirdikdə, deməli, sağa hərəkət etdiyi aktiv hissənin uzunluğu azalır, yəni R azalır, cərəyan şiddəti artmalıdır. Müqavimət azalar. Müqavimət azalına görə ampermetrin göstərişi artmalıdır. Voltmetrin göstərişi dəyişməz, çünki voltmetr mənbəni ölçür. 6. Verilmiş kütləli ideal qazın üzərində qapalı proses aparılmışdır. Diaqramın hansı hissələri qazın daxili enerjisinin artmasına uyğundur? Daxili enerjinin artmağı temperaturun artmağıdır. V konstantı olub. P artına T artır. 2, 3 olur. D variantı olacaq. P konstant olub, V artanda yenə T artır. Bu iki hissədə T artır. Cavab D variantı olur. Yəni, bizə əsas lazımdır, temperatur artsın. 7. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən maddi nöqtənin P, M nöqtəsindən N nöqtəsinə 2 saniyədə gəlir. Deməli, M nöqtəsindən N nöqtəsinə 2 saniyə gəlirsə, periyodumuz 4 saniyədir. Maddi nöqtənin bucaq sürətini hesablayın. Omega bərabərdir 2 pi bölək T. 2 vur 3 bölək 4. Cavab 1,5. B variantı olur. 8.
Cisim qabarıq körpü üzərində bir nöqtəsindən 5 nöqtəsinə doğru hərəkət edir. Cismin çəkisi hansı nöqtədə minimal olar? Çəki minimal olmaq üçün P bərabər mg minus A olmalıdır. Yəni təcil aşağı yönəldikdə J ilə eyni istiqamətdə çıxılır. Ona görə 4 nöqtəsi olar. Günəşli havada hündürlüyü 6 metr olan ağacın kölgəsi 12 metrdir. Hündürlüyü 18 metr olan binanın kölgəsi neçə metrdir? Deməli, bucaq sabit qaldığına görə hündürlüyü 6 metr olanın kölgəsi 12-dir. Hündürlüyü 18 olan kölgəsi x-dir. Onda x də bərabər 12 vur 18 bölü 6. 36 metr olar. C variantı. Çünki tangensə bunu təsəvvür edək. Şua S mənbəyindən gələn şua və ya günəşdən gələn şua 6 metr hündürlüyündəkinə 12 metr kölgə yaradır. 18 metr hündürlükdə bu hissədə x kölgəsi yaradır. Mənim məsələdə 2 dəfə böyük kölgə yaranır. Ona görə cavab 36 olar. X bərabər də 36. Şəkildə cəryanlı naqilin ən kəskin sahəsi təsvir edilmişdir. Cəryanın şəkil müstəvisindən bizə doğru axdığı məlumdursa, bu zaman A nöqtəsində maqnit indüksiya vektorunun istiqaməti təyin edilir. Saat əqrəbin əksinə doğru yönələr, yəni A-dan sağa doğru. Cavab E variantı olur. Saat əqrəb istiqamətində əksinə fırlanır. Burulğanın sahə, yəni formada göstərilir. 11. İdeal qazın təzyiqinin qaz molekulu orta kvadratik sürətindən asılı qrafiki hansıdır? Deməli, P V ilə kvadrat. Çünki orta kvadratik sürətdə V bərabərdir 3PV bölək MG desək və yaxud da ki deməli, P bərabərdir rho V kvadratı ilə getsək, yəni kvadratik asılıdır. B variantı. Buradan P-ni çıxarsaq, yenə V ilə kvadratik asılı olur. 12. Cisimlərin mütləq qeyri-elastik toqquşmasından sonra sistemin sürətinin modulunun və istiqamətini təyin edin. Qeyri-elastik toqquşmada çıxılacaq. Birincinin impulsu P bərabərdir MV-dir. İkincinin impulsu 8 MV-dir. Qarşı-qarşıya toqquşduqda çıxılır 7 MV qalır. Biz də bunu sürətin müəyyən edək və böyük istiqamətdə hərəkət davam edək. İmpulsu böyük olan istiqamətdə sola doğru olacaq. Onda deməli 7 MV bərabər kütlələri toplasaq. Deməli M1-imiz M, M2-miz 4M, 6M, değiştirir. Daha doğrusu 5M. Niyə 6 yazdım? 5MV. Buradan da V ştrix bərabərdir 7 bölək 5. 1,4 V olar. Cavab C variantı. 13. Sabit temperaturda doymuş buxar bir haldan 2 halına keçdikdə onun kütləsi M və konsentrasiyası N necə dəyişər? Sabit temperaturda doymuş buxar. Doymuş buxar sabit temperaturda izoproseslər onsuz da tabe deyildi doymuş buxar. Sabit temperaturda həcmdən asılı deyil. Rho dəyişməz, N dəyişməz. Ona görə N dəyişməz. Kütlə isə həcmdən düz asılıdır. Artanda 2 dəfə artar. Cavab D variantı olur. Müstəvi kondensatorun köynəklərindən birinin yükü müsbət 10, digəri isə mənfi 10 mikrokulomdur.
Bu kondensan yükünü hesablayın. Yükü hər hansı bir çönəklərin yükünün moduludur, elə müsbət C variantı. 10. 15-ci sual. Yarımkeçiricidən axan cəryan istiqamət təsvir olunur. Elektron Y və deşiklərin P hərəkət istiqamətini müəyyən edin. Sahə bu istiqamətdədir. Müsbətdən mənfi. Elektronlar sahənin əksinə hərəkət edər. Deşiklər, yəni P protonlardır deyə bilərik buna. Sahə istiqamətində. Yəni A variantı olur. L radiuslu yüklənmiş metal kürənin səthindən elektrik sahəsinin intensivliyi 20 Newton bölü kulondur. Kürələrin mərkəzində R bölü 2 məsafədə elektrik sahəsinin intensivliyi hesablayın. Kürənin daxilində elektrik sahəsinin intensivliyi bərabər 0 idi. Y variantı. Fi isə konstant idi. Hidravlik presin porşenlərlə təsir edən qüvvələrin nisbəti 16-dır. Tarazlıq halında porşenlər altında təzyiqlərin nisbətini hesablayın. Təzyiqlər bərabərdir. P1 bərabərdir P2-yə. Paskal qanunu ödənilirdi. Çünki bütün hissələrdə yönəlmiş təzyiq sabit idi. 18. Bir cism maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamət daxil olan yüklü zərəci sürətinin modunu 2 dəfə artırıb, maqnit induksiyasını 6 dəfə azaltdıqda təsir edən Lorentz qüvvəsi necə dəyişər? F Lorentz bərabərdir QVB. Perpendikulyar dediyinə görə sinus alfa 1-dir. Deməli, sürətinin modulunu 2 dəfə artırıb. İnduksiyasını isə 6 dəfə azaltsaq, 3də 1 vuraq. QVV olar, 3 dəfə azalır. D variantı olar. 19. Sarğazda yaranan cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Öz-özünə induksiya elektrik hərəkət qüvvəsinin modulu 12 volt olarsa, sarğazın induktivliyini hesablayın. Deməli, epsilon bərabərdir mənfi L delta I bölək delta T'dir. Biz burada induktivliyi tapsaq, L bərabərdir epsilon vur delta T bölək delta I. Epsilonumuz, yəni elektrik hərəkət qüvvəmiz 12 vuraq. Delta T'miz 2 saniyədir. Delta'miz 2-dən 8-ə, yəni 6. 4 Henry olar. Cavab A. 20. Kx maksimum kvadrat bölü 2 PV bölü 2 Kx maksimum Y tamdır. Y tamdan çıxırıq. PV bölü 2 bizə verir kinetik enerjini. Y kinetiki. Yayın kinetik enerjisi. Onda deməli bu potensial enerjinin ani qiyməti olur. Tamdan kinetiki çıxanda potensialın ani qiyməti olur. Rəqs konturunda sarğazdakı cəmiyyətlərdən hansılar zamana görə periodik dəyişir? Rəqs konturunda deməli bizim rəqs konturumuzda 2 element var idi. Bir kondensator, bir də sarğaz. Kondensatorda yük və gərginlik, sarğazda isə I və F. Cəryan şiddəti və maqnit seyri dəyişir. Elektrik yükü bəli, tum dəyişməz. Cəryan şiddəti bəli, induktivlik dəyişməz. Sabitlər dəyişmir, sabit qalır. Zamana görə dəyişmir. 1-3. 22. 3də 4 pi rho gr. İfadəsi hansı fizik cəmiyyətə təyin olunur? Bu qravitasiyya sahəsinin intensivliyi J bərabərdir J M planet bölək R kvadratı idi. Buradan da J-ni saxlayıb M planetin əvəzinə rho V yazsaq, rho vuraq 3də 4 pi R kubu bölək R kvadratı. R kvadratı ilə kubu bir keçsin. Qalacaq burada 3də 4 pi rho gr. Y variantı. 20. Deməli, difraksiya qəfəsində işıq şüasının meyletmə bucağının düşən işığın dalğa uzunluğunun asılı qrafiki verilmişdir. Spektrin tərtibini müqayisə edin. Deməli, D sinus fi bərabərdir K lambda. K da bərabərdir D sinus fi bölək lambda.
Deməli, sinus finin lambda sabitdir. Sinus finin lambdaya olan nisbəti sabit qalıb 1-2-də. Deməli, K1 bərabərdir K2-də. Bucaq sabitdir. 3 onlardan kiçikdir. Deməli, kiçikdir K3. Buna tangens alfa da bərabərdir K deyə bilərik. K D deyə bilərik. Daha doğrusu, belə yox. K bərabərdir D tangens alfa. Bu formada daha düzgün olur. Cavabımız C variantı olar. 24. Bloklar sistemi işdən istəvə qazanc verir. Bloklar sistemi işdə qazanc vermir. Sürtünmə nəzərə alınmadığına görə qazanc vermir. Yolda itirilir. Yəni, ümumiyyətlə, burada itki ola bilərdir ki, qazancı olmazdı, amma ümumiyyətlə qazanc vermir. Qazancı haqqında heç nə yoxdur işin. Mail müstəvinin uzunluğu 2 metr, hündürlüyü 1 metrdir. Cismin kütləsi 0,3 kiloqram olarsa, mail müstəvinin faydalı şəmsalını hesablayın. Faydalı şəmsalı eta bərabərdir. Deməli, MGH bölək F4L. Bıraq 100. Buradan da hündürlüyümüz 1 metrdir. Buranın da 3 vuraq, 10 vuraq, 1 bölək F'miz 5'dir. Vuraq L'miz 2 metrdir. Vuraq 100%. Bölək 10 vuraq 100%. 30%. 26. Vakuum fotoelementinin voltamper xarakteristikasında 1-2 qrafikinə uyğun katod üzərinə düşən işıqların I1, I2 intensivlərin və YK1, YK2 kinetik enerjiləri arasında münasibət müəyyən edək. Qrafik deməli, bir hissəsinin növsi böyükdür, növ1, növ2, növ1 böyükdür. Növ2-də, amma Y1 böyükdür, Y2-də. 2 birdən böyükdür, I2 böyükdür, I1-dən. 2, K1 böyükdür, K2-dən. 2 və 5. Doyma cərəyan şiddətləri 2 birdən böyükdür, amma kinetik enerjilər nöyə görə. Saxlayıcı cərginin üzərinə baxsaq, növ1 böyükdür, növ2-dən. 27. Yoğunluğu müəyyən edin. Verilmiş sarğac sabit cərəyan mənbəyinə qoşulmuşdur. Bu sarğacın maqnit sahəsinin enerjisi deməli, nə zaman artar, nə zaman azalar, nə zaman dəyişməz. Buna baxırıq. Deməli, artar. Cərəyan şiddətini artırdıqda. Bəli. Çünki W bərabərdir L I kvadratı bölü 2 deyə bilərik. Sonra nə zaman? Dəmir istilik daxil etdikdə L artırdıqda D. B-dir. Azalar. Cərəyan şiddəti əksini götürəcəyik. Cərəyan şiddəti azaldıqda C. Dəmir istiliyi çıxardıqda Y. Dəyişməz heç bir dəyişmə cərəyanı nə də dəmir istiliyi dəyişmədikdə burada da bir dənə sabit saxladıqda A var. B, D, C, Y, A. 28. Kütləsi 800 qram olan A maqniti şəkildə göstərilir kimi ipdən asılmışdır. Altından isə B maqniti yerləşdirir. İpdə gərilmə qüvvəsi 4 newtondur. B maqniti əks tərəfə döndərsək, İpdə gərilmə qüvvəsi neçə newton olur? Birinci halda MG aşağı. Bu 800 qramdırsa 0,8 vuraq 10, 800 newton. Burada yaranan T bərabər 4 newtondur birinci. Deməli, aşağıdan S ona yuxarı itələyir. Maqnit qüvvəsi də 4 newtondur ki, T gərilmə 4 olub. Yuxarı əksinə, yəni T bərabərdir MG minus F maqnit. O da bərabər 8 minus 4 demiş ki, 4-ə bərabər olur. İndi bunu tərsinə çevirdikdə, yəni bura N, bura S olduqda bu aşağı dartılar. Ona T bərabərdir MG plus F maqnit. MG-miz 8-dir. Üstə gələk, maqnit qüvvəmizdə 4 newton tapmışıq. 12 newton olur.
Cavab 12. 29. Deməli, kalium 1941, helyum 2,4, X elementi və H11 nüvə reaksiyasında alınan X nüvəsinin neytron sayını tapın. Deməli, X yük və kütlə ədədlərinin saxlanmasına görə 19 plus 2, 21, deməli, bura 20-dir. 41 plus 4, 45, deməli, 44 də buradır. 20, 44, X elementi 20, 44. 44-dən də 20-sini çıxsaq, N neytron sayı da bərabərdir. A minus P, o da bərabərdir. 44 minus 20, 24. Cavabımız 24. 24 dənə neytronu var. Və nəhayət 30-cu sual. Verilmiş kütləli cisim 40 Newton qüvvənin təsiri ilə üfüqi istiqamətdə hərəkət etdirilir. 4 metr yolda bu qüvvənin gördüyü işi hesablayın. Qüvvənin gördüyü iş A bərabərdir. F for S kosinus alfa. F-imiz 40, S-imiz 4. Kosinus alfamızda kök altda deməli 2-də 1 sinusumuz idi. Cavab 80 cavab. Belə.